Salam, hər vaxtınız xeyir olsun. Mən Nəsib Əlzadə, EMA Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyatı müəllimiyəm. Keçən video izahımızda düzəltmə zərflərdən danışmışdıq. Bu dəfə isə yer zərflərinin yer məkan mənalı isimlərdən fərqləndirilməsini izah edəcəm sizə. Deməli, görürsünüz ki, yer zərfləri haqqında bir material göstəririk burada. Yer zərfləri və yer məkan mənalı isimlər. Hər ikisi hara sualına cavab verir. Hara, haraya, harada. Bəs yaxşı, hardan bilim ki, hara sualına cavab verən söz yer zərfidir, yoxsa yer məkan mənalı isimdir? Bunun da sadə bir yolu var. İrəli sözü hara sualına cavab verir. Kənd sözü hara sualına cavab verir. Yaxşı, mən hardan bilim? Bu isim yoxsa zərfdir? Deməli, əgər yer məkan mənalı söz, yer bildirən söz dəqiq yer bildirirsə, deməli o isimdir. Yox, ümumi dəqiq olmayan yer bildirirsə, bu zərfdir. Deyək ki, mən deyirəm ki, mən kəndə gedirəm, bir də mən irəli gedirəm. Mən kəndə gedirəm deyəndə artıq bilinir ki, mənim getdiyim yer sabitdir, kənddir. Şəhər deyil, dağ deyil, uçurum deyil. Amma mən irəli gedirəm deyəndə burada bilinmir. Mən kəndə gedirəm, şəhərə gedirəm. Bəlkə dağa çıxıram, çaya gedirəm. Dəqiq deyil, düzdürmü? Əgər dəqiq deyilsə, bu yer zərfi dəqiqdirsə, isim hesab olunacaq. Gördüyünüz kimi burada aşağı, irəli, geri, içəri, ora, bura və s. tipli zərfləri nümunə olaraq yazmışıq. Bu qədər. Növbəti videolarda görüşənə qədər.